Hər kəsi salamlayıram. Mən Elvin Əsgərov və yeni konseptim olan Elvin podkastda başlayıram. Podkastımın ilk mövzusu LinkedIn haqqında olacaq. LinkedIn mənim üçün əsasən portfolio, özümü tanıtmaq və şəxsi brend deməkdir. LinkedIn-dən necə düzgün istifadə etmək olar? Yəni şəxsən LinkedIn-i ilk növbədə profilini tamamlamaqla başlamaq lazımdır. Yəni siz background-unuzu, yəni cover image olsun, sizin profil fotonuz olsun, bunları çox yaxşı şəkildə işləməlisiniz. Və açar söz olaraq da siz cover size, cover image-ə şəkildə əlavə edə bilərsiniz. Ondan sonra bionuzu sizə lazımlı olan açar sözlərlə birlikdə doldurun. Və sizin adınızın altında görsənən headline hissəsi var. Burada sadəcə olaraq I am working at some places olaraq keçməsin. Siz burada açar sözlərdən yenə istifadə edərək HR-ların, layihə rəhbərlərinin nəzərini öz üzərinizə çəkə bilərsiniz və hər hansı bir şərh yazdıqda, post paylaşdıqda, onlar sizin headline-ınıza baxdıqda artıq sizə yeni bir iş təklifi yaxud da ki, nəsə layihədə çalışmaq təklifi edə bilər. Yəni siz yeni bir fürsət qazana bilərsiniz. Bununla da bitmir. Post paylaşmaq lazımdır. Yəni bu davamlı olmalıdır. İlk başlarda mən 4 il əvvəldən başlamışam post paylaşmağa. Yəni həqiqətən postumu bəyənən belə olmurdu. Bir nəfər bəyənirdi, o bir nəfər özüm idim. Ondan sonra çox bağlantılar olan insanlar başladılar mənim postumu bir dənə, 2 dənə bəyənə. Artıq baxdım ki, 15 nəfər, 20 nəfərə çatdı say. Və sonra başladım insanların maraq dairəsinə uyğun bir şeylər paylaşmağa. Və baxdım ki, artıq say 25, 100, hətta 200 belə gördüm. Və algoritmanı yoxlamaq olsun, insanların psixologiyasını yoxlamaq olsun, müxtəlif tərzdə postlar paylaşmağa davam etdim. Deyə bilərsiniz ki, universitetdən yaxud da ki, iş həyatından paylaşa bilməzdimmi? Əslində paylaşa bilərdim. Sadəcə olaraq sahəm üzrə deyərdim ki, çox təcrübə malik olmadığım üçün oradan zəngin məlumatlar paylaşmağı uyğun görmədim özümə. Dedim ki, yəni mən 5 ildən artıq təcrübəyə malik olmadığım üçün internetdən məlumat paylaşmaq yəni nə dərəcədə doğru ola bilər? Yəni düzdür, yenə internetdən müəyyən məlumatlar paylaşırsan, ancaq özümə fayda verirsə, yaxud da ki, mən bəyənirəmsə, o paylaşılmış məlumatı deyək, həyat hekayəsi olsun, bunları paylaşırdım. Yəni müxtəlif növ postlar paylaşmışam LinkedIn profilimdə. Yəni sizə də tövsiyə edirəm, qorxmadan, çəkinmədən müəyyən mövzular ətrafında paylaşım edə bilərsiniz. Həm algoritmanı yoxlamaq üçün, həm insanları analiz etmək üçün ki, mənim hansı postlarıma daha çox bəyəni gəlir, qeyd olunur. Yəni LinkedIn artıq hər güncəlləmədə yeni bir funksionallıq gətirir. Yəni bu da sizin postu analiz etməyinizə daha da kömək olur. Ondan sonra post paylaşmaq həftədə 3 dəfə müəyyən günlər paylaşa bilərsiniz. Lap postu həmin gün paylaşmayın. Elə bazar günü oturun, fikirləşin nələr paylaşa bilərsiniz. 6 bazar olsun. Və planlayın postlarınızı artıq siz baxmadan paylaşılsın və sonra nəzarət edərsiniz. Ondan sonra sertifikatlarınız varsa, sertifikatlarınızı yerləşdirin. Könüllü təcrübələri olsun, iş təcrübələrinizi dolğun məlumatlarla yerləşdirin, oxuyanda bilinsin nələr var. Ondan sonra layihələriniz varsa, layihələrinizi yerləşdirin və belə profilinizi tamamlamağa çalışın. Yəni LinkedIn-ə mən CV atdım, girdim vakansiyalara baxdım deyə düşünməyin. Sadəcə olaraq deyin ki, mən buranı vizitkam kimi istifadə edirəm, şəxsi portfelim kimi istifadə edirəm. Artıq siz bu yöndə görəndə LinkedIn-i çox can yandırmağa başlayırsınız. Yəni mənim profilim Elvin Asqar, mühəndis işarəlidir, girib baxa bilərsiniz. Yəni deyərdim ki, bir neçə iş təklifi almışammı? Bəli, almışam. Ancaq iş təkliflərinin çox böyük əksəriyyətinə mənfi geri dönüş etdim. Səbəbi isə mənim sahəmə aid olmaması idi. Yəni niyə gedib başqa yaxşı şirkət olsa belə vaxtımı niyə öldürməliyəm elə bir yerdə, əgər mənim sahəmə xidmət etmirsə. Mən inşaat sahəsini seçmişəm universitetdən bəri
və bu sahə üzrə davam etmək istəyirəm. Amma yenə də iş təkliflərinin gəlməsi çox gözəl bir şeydir və sizə də tövsiyə edirəm. Profilinizə LinkedIn-də CV paylaşmaq, vakansiyalara baxmaq kimi görməyin və heç kimdən də çəkinməyin. O sizin şəxsi brendinizi əks etdirir. Sadəcə olaraq mövzularda seçici olun və insanları analiz etmək üçün ölçülü də müəyyən postları fəda etməkdən çəkinməyin. Bundan başqa LinkedIn-də daimi aktiv olmağa da ehtiyac yoxdur. Günün müəyyən saatları girib şərhlər yazmaq, insanlarla ünsiyyətdə olmaq və yaxud da ki, müəyyən şirkətlərin HR-ları ilə, layihə rəhbərlərindən sual cavab etmək və özünüzü tanıdıb da iş təklifi almaq kimi bir yatırımlar da edə bilərsiniz. Ancaq yenə də müəyyən balanslı şəkildə etsəz daha sizin üçün xeyirli olacaq. İlk növbədə profili yaradıb qaçmayın. Sadəcə profilinizi doldurun və bağlantı sayınızı ilk başlarda artırmağa çalışın. Ən minimumu 500 bağlantı sayını keçsin. Və post bəyənməsi bağlı bir şey vurğulamaq istərdim ki, digər sosial şəbəkələrdə algoritm biraz fərqli işləsə də LinkedIn-in dəqiq algoritması var. Yəni siz postunuzu paylaşdığınız andan etibarən müəyyən insanlara çatdırır o postu, deyək 5 nəfər, 10 nəfər. Və onlar əgər bəyənsələr, şəhyası qeyd etsə, artıq deyir ki, bu öyrədici postdur və yaxud da ki, yəni öyrədici postu deyək, öyrədici postu, lazımlı postu və başlayır daha çox qrup insanın qarşısına çıxardır və bununla da siz artıq daha çox görüntü və daha çox bəyəni qazanmış olursunuz. Yəni bəyənmə məşhur olmaq üçün falan filan üçün deyil. Mənim üçün bəyənmə o deməkdir ki, postum daha çox insan qarşısına çıxır və daha çox insan layihə rəhbəri olsun, şirkət direktoru olsun və yaxud da HR olsun, bunlardan birindən mənə yeni bir iş təklifi gələcək deyə mən daha da vurğulu etməyə çalışıram. Ancaq deyərdim ki, siz də belə eləyə bilərsiniz, tam doğru olardı. Yəni mənim LinkedIn haqqında deyəcəyim bunlardan ibarətdir bu ilk görüş üçün və mənim ilk podkastım olduğu üçün sizə bunları tövsiyə edirəm. Əgər maraqlı olarsa LinkedIn-dən mənimlə əlaqə saxlaya bilərsiniz. Mailimə yaza bilərsiniz. Nömrəm 077 588 97 27-dir. Əlaqə saxlayarsınız, sizə tövsiyələr verib köməklik göstərə bilərəm. Hələlik bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Gələn görüşlərdə görüşənə qədər. Sağ olun.